Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain ama ba'd. Əziz və dəyərli qardaşlar, böyüklər, hər birinizi iki növbədə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra aləmlərin Rəbbinə həmin selamlar olsun. Gözəl bir məclisdə, əqiq məclisində cəm olmuşuq, elhamdülillah. Buna görə Rəbbimizə şükürlər edirik. Və elhamdülillah, bu böyük bir ibadətdir, əqiq kəsmək. Allaha yaxınlaşmaqdır və həmçinin sünnə əməldir. Elhamdülillah, Allahdan istəyirik ki, Allah subhanət hala Eyşən əmimizin nəvəsin, Şıxı qardaşımızın övladın Allah mübarək etsin onu. Allah Subhanahu wa Taala onun salih əməllərin böyüsün, boya başa çatsın, ailəsinə daddırsın. Allahümmə amin. Allah Subhanahu wa Taala onu tevhid və sünniyə dəvət edən dəvətçilərdən etsin. Allahümmə amin. Və bundan sonra elhamdülillah nəsihət istəyir qardaşlar və etdiyimiz böyük bir ibadəti xatırladacağım. Və bunun üzərində də inşallah nəsihət olacaq. Elhamdülillah, artıq 5 ay keçib üzərindən. Müsəlmana Allahın əta etdiyi ən böyük ibadət olan, bağışlanma ayı olan Ramazandan artıq 5 ay keçib. Rabiul Əvvəl ayındayıq hal-hazırda. 6-cı ayın içərisindəyik. Elə bir ay idi ki, həmin ay mömin üçün, müsəlman üçün fürsətdir ki, cəhənnəmin əzabından qurtarsın. Cənnətə qazansın. Nə üçün məhz Ramazanı xatırladıram və buna da səbəb var. Çünki salih sələflərimizin halı tamam başqa idi. Biz də özümüzə sələfi deyirik. Artıq mən özümə sələfi deyirəmsə, salih sələflərimizi özümə nümunə götürməliyəm. Onlar mənim üçün örnək olmalıdır. Onlar necə edibsə, mən də o cür etməliyəm ki, artıq həqiqi sələfi olmuş olun. Yəni, ona görə və baxsan, Ramazandan bu günə kimi, bu 6 ay ərzində, bu 5 ay ərzində heç özün, yəni fikirləşdinmi, özünə sual verdinmi, görəsən Allah məndən qəbul etdi bu əməli. Heç dilin bunu zikr etdi mi, özünə bir sual verdin. O böyük ibadəti, hansı ki Allah Rəsulü dedi ki, bağışlanmamış halda çıxanın Allah üzün yerindən sürüsün. Heç özünə sual verdinmi ki, yəni Allah görəsən qəbul edib, yoxsa etməyib? Narahat oldunmu bunun üçün? Çünki dediyimiz kimi salih sələflərimiz bu cür dua edərdilər ki, Allahım bizdən qəbul et. Necə ki, Şeyx toxunacaq, İbn-Baz Rahimallah. Allah o cür dua edərdilər. Ramazan getdi, ötdü, keçdi. Bax gör, sənin üzərində onun əsəri qaldı mı? Və sual ver, nə qədər qaldı? Neçə gün qaldı, neçə ay qaldı? Hələ qaldı mı sual? Əməllərində, sözlərində o Ramazanın əlaməti qalıb mı yəni? Yəni, xatırlatmaqda məqsəd salih sələflərimizin halı bu cür idi. İlk 6 ay ərzində. Ona görə yenə bunu xatırladırıq. Baxmayaraq ki, 5 ay keçib Ramazandan. Allah bizdən qəbul etsin. Və növbəti Ramazana yetişdirsin bizi. Allahümmə amin. Yəni, onlar salih sələflər xeyir əməl edəndə Allahdan qorxurdular. Əməldən sonra onlarda heç birində arxayanlıq, rahatlıq olmurdu ki, mən cənnət əhliyəm, bitdi. Elə kifayət edən nümunə olaraq sənin sələfin cənnətlə müjdələnən 10 sahabə, hələ onu, heç sahabələr demirəm, hələ onu
Allah Rəsulü sağlığında ikən onlara dedi ki, siz cənnət əhlisiz. Amma heç birin ibadətdən soyutmadı. Buna baxmayaraq heç biri qürrələnmədi ibadətləri ilə, fəxr eləmədilər. Əksinə, bax Ömər radiyallahu anhuya dedi ki, ey Hüzeyfə, sən Allaha and verirəm. Gör, mənim adım münafiqlərin siyahısında var. Yəni bizim sələflərimiz belə olub, qardaşlar. Ona görə sən də qorxmalısan salih əməl edəndən sonra ki, Allah səndən qəbul etdi, yoxsa yox. Ona görə Həsən Basri Rahiməllahın sözünə fikir versən, deyər ki, əl-mu'min yuhsinu və yaxafu. Mömin olan kəs xeyir əməl işləyər, savab əməl görər və Allahdan qorxar. Qorxar ki, Allah qəbul etdi, yoxsa yox. Salih əməldən sonra. Heç bir arxancılıq gəlməz. Minnət vurmaz, başa qalxmaz etdiyi yaxşılığı. Müminin halı bu cürdür. Vəl-münafiq, münafiqə gəldikdirsə, yusi o yəməl. Pis əməl ediyər, günah əməl ediyər, o arxain olar, əmin olar. Deyər ki, mənə onsuz heç gəlməyəcək. Heç bir əzab baş verməyəcək. Münafiqin halı isə budur. Allah bizi qorusun. Abdullah ibn Məsud radiyallahu anhu söyləyir ki, innəl mu'min yara zunubəhu kəənəhu fi asli cəbəlin yaxafu ən yəqa aleyh. Mömin olanın misalın İbn Məsud radiyallahu anhu gətirir. Quranı təfsir edən. Mömin olan deyir, günahı etdikdə və yaxud onun günahı onun üçün bilirsən necə görünər. Sanki dağın ətəyindədir, dağ üzərinə gələcək, üzərini aşacaq. Elə qorxu içində olar. Onun günahı onun üçün elə bir qorxu verər, qorxu hissi. Amma və innəl fəcir yara zunubəhu kəzzubəb və qalə ənfihi qalə bihi kəzə. Lakin günahkara, fasiqə gəldikdiysə, münafiqə gəldikdiysə, onun üçün etdiyi günahlar sanki burnunun ucuna milçək qonub. Sanki burnuna milçək qonub onu belə qovlayar. İbn Məsud deyir. Yəni, əhəmiyyət daşımaz onun üçün. Qorxmaz günahlarından ötürü. Müminin surəsi 60-cı ayədə Allah subhanahu wa ta'ala buyurur ki, Əuzu billahi mineşşeytanirracim. وَالَّذ۪ينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ اَنَّهُمْ اِلَى رَبِّهِمْ رَاجِعُونَ. Allah subhanahu wa ta'ala buyurdu ki, Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqları əməlləri, qəlbləri qorxa-qorxa yerinə yetirərlər. Qəlbləri qorxa-qorxa yerinə yetirərlər o əməli. Gör, möminlərin anası, Peyğəmbərin həyat yoldaşı Ayşə anamız radiyallahu anhə, Əbu Bəkr Əs-Siddiq radiyallahu anhunun qızı, həmsində Siddiqə deyilir ona, yəni doğru danışan. Çünki doğru danışmışdı, ona atılan böhtanda. Böhtan idi, ifk hadisəsində. Söyləyir ki, anamız, Sə'atu Rasulullah sallallahu aleyhi və səlləm an həzihil əyə. Allah Rasulullah'dan bu ayə haqqında soruşdum ki, ey Allahın Resulü, ayədə keçənlər əhəmullezine yeşrabunel xamur və yusriguna, onlar içki içənlər və oğurluq edənlərdir. Yəni, qorxa-qorxa edəyərlər. Allah Resulü dedi ki, qalə lə yə bintəs siddiq. Xeyr, ey siddiqin qızı. وَلَكِنَّهُمُ يَسُمُونَ وَيُسَلُّونَ وَيَتَسَدَّقُونَ. Dedi ki, xeyr, onlar əksinə oruç tutarlar, namaz qılarlar, sədəqə verərlər, zəkatlarını verərlər. Onlar o kəslərdir, ayədə keçən. وَهُمْ يَخَافُونَ أَنْ لَا تُقْبَلَ مِنْهُمْ. Namaz qılmaqla, oruç tutmaqla, sədəqə verməklə bərabər ey Ayşə, onlar qorxarlar ki, Allah əməllərin qəbul etməz. Qəbul edib yoxsa etməyib, bundan qorxarlar. Allahın dediyi kəslər odur. Həmsinin fikir ver, əlavə fayda olaraq, sünnə Quranı izah edir. Sünnəsiz sən Quranı başa düşə bilmərsən.
Mü'minin surəsi 60-cı ayəni kim izah etdi? Hansı ki, sahabə, Ayşə anamız doğru başa düşmüşdü, xeyr, səhv başa düşmüşdü. Kim doğru olanı dedi? Muhammed sallallahu aleyhi ve sellem. Səhih sünnə, səhih hədis dedi bunu. Ona görə sünnənin inkarı elə Quranın inkarıdır. Allah bizi qorusun. Sonra Allah Resulü bu ayəni oxudu. Ulaikə yusari'un fil xayrat. Onlar xeyir işlər görməyə tələsənlərdir. Allah Subhanahu taala həmin ayəsini oxudu. Və hum laha sabiqun. Və onlar bu xeyir işlərdə öndə gedənlərdir. Yəni əməl edər və Allahdan qorxar ki, Allah qəbul etdi yoxsa etmədi. İnsan ibadətində və həmçinin nəfsi ibadət üzərində tərbiyə etməkdə, yəni onun üçün ən mühüm olan məsələlərdən biri əməlin qəbul olunmaması ilə yanaşı, həmçinin də insan uca Rəbbi haqqında yaxşı zəndə olmalıdır, hüsn zəndə olmalıdır ki, Allah qəbul edəcək. Qorxu ilə gözəl zən bir yerdə olmalıdır. Sən qorxmalısan ki, görəsən əməlim qəbuldur yoxsa yox. Yəni, Quran sünniyə müvafiq oldu bu əməl, Allah qəbul eləsin. Yoxsa əməlimə nəsə girdi riyadan, bəyənməkdən, nəsə bir şey girdi yoxsa. Çünki bilirik ki, riya əməli batıl edir, pus edir. Və həmsini ümid bəsləməlisən ki, Allah subhanahu wa ta'ala qəbul ediyəndir. Ona görə baxsan Həsən hədisinə, necə Şeyx Albani rahimehullah Həsən deyib bu hədisə, söyləyir ki, Allah Resulü bir kişi doğulduğu gündən ona ölüm gələnə qədər Allahın razılığın qazanmaq uğrunda üzün yerindən sürüşsə, qiyamət günü ona deyir, verilənləri görəndə deyir, o əməlin heçə sayacaq. Bütün ömrü boyu Allahın rızası üçün üzün yerdə sürüşsə belə. Təsəvvür elə, yəni, insan yeməz, içməz, heç nə. Allah razı qalsın deyə hətta üzün yerdə sürüdüb ömrü boyu. Bütün ömrü boyu ibadətdə keçirsən belə, bir an belə, yayınmadan, qiyamət günü sənə verilən o qarşılıqda deyəcəksən ki, mən Rəbbimə heç nə eləməmişəm. Yəni, müsəlman etdiyi ibadətdən qürrələnməməlidir. Verdiyin sədəqi ilə qürrələnməməlisən. Sənə rahatlıq, arxayınçılıq gəlməməlidir. Etdiyin yaxşılıqdan sonra dərhal nəsə səndə dəyişməməlidir. Hərəkətində, əməlində. Çünki bilmirsən, Allah qəbul etdi yoxsa yox. Ona görə bax ki, Abu Darda radiyallahu anhu söyləyir ki, Ləin isteyqamtu ənəllaha qad təqabbələ minni salətən vahidə. Əgər bilseydim, yəqin olsaydım ki, Allah məndən bir namazı qəbul edib, əhəbbu iləyyə minət dünya və mə fiyhə. Bu mənim üçün dünya və onun içində hər şeydən sevimli olardı. Abu Darda sahabə. Allah, əgər bilseydim ki, qəbul edib. Çünki deyir, Allah subhanahu wa ta'ala buyurur ki, İnnəmə yətəqabbəlullah minəl muttəqin. Allah ancaq müttəqilərdən qəbul edər. Maidə surəsi 27-ci ayədədir. Çünki deyir, bilirəm ki, Allahın bu ayəsi var. Yəni, Allah ancaq müttəqilərdən qəbul edir. Yəni, Allahdan qorxanlardan. Ona görə əməldə ixlas birinci şərtdir qəbul olmasında. Yəni, Allah üçün olması, təqva. Növbəti nədir? Peyğəmbərə tabiçilikdir. Mutabiatur Rasul. Allah Rasulunu etdiyi kimi etməlisən ki, qəbul olsun. Bidət etsən qəbul olmayacaq, rədd olunacaq. Yəni, çünki ümumən oxuduqlarımız bizə göstərir ki, yəni biz bilmirik əməl bizdən qəbuldur, qəbul deyil. Lakin yenə də deyirəm, qardaşlar, sən müsəlmanda gözəl zən olmalıdır Rəbbin haqqında ki, Allah subhanahu wa ta'ala qəbul edəndir. Əgər mənim etdiyim əməl Quran və sünniyə uyğun olacaqsa, Allah qəbul edəcək. Lakin bilmirsən, hökm verə bilərsən, hər hansısa birimiz hökm verə bilərik ki, bu etdiyimiz əməl Allah artıq qəbul etdi. Kimsə verə bilir bu hökmü? Heç kəs verə bilmir. Bax, qorxu budur. Sahabənin etdiyi qorxu budur.
Baxmayaraq ki, Ramazanları bilirsiniz necə keçirdi onları. Hələ tələbəsinə bax, gündə etdiyi Quran xətimlərinə bax. Onların halı o cür olduğu halda şiddətli qorxurdular. Sual ver özünə, Ramazandan bura Quranı xətm etmisən? Etmisənsə, neçə dəfə etmisən? Yaxşı, o sualı ver. Ramazan gecəni çıxandan bura sual ver ki, neçə dəfə sünnə, nafilən oruç tutmusan? 5 ay keçib üstündən. Ona görə deyərlər ki, Allahım bizdən qəbul elə. Və Rəbbin haqqında yaxşı zəmdə ol. Çünki Allah Subhanahu wa Ta'ala buyurur ki, "Vasbir", səbr et kinən. فَإِنَّ اللّٰهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ. Həqiqətən Allah yaxşılıq edənlərin əvəzin puç etməz, yəni etdiyi yaxşılığı puç etməz. Heçə saymaz Allah, qəbul edər. Rəbbin haqqında da yaxşı zəndə olacaqsan. Deyilir ki, tabinlərin böyüklərindən olan Amir ibn Abdillah rahimehullah ölüm anında olarkən ağlayır. Ölüm yatağında. Sual verirlər ki, fəqilə ləhu mə yubqikə. Sən ağladan nədir? Vəqəd kuntə və kuntə. Sən filan əməllər edirdin. Yəni, ümumən abid kişi olub, salih olub, rahimehullah. Gecə namazlarını tərk edən adam olmayıb. Deyir ki, sən filan əməl sahibisən. Nədir sən ağladan, niyə ağlayırsan? Cavabında deyir ki, fəqalə inni əsməullahu yəqul. Mən deyə Allah Subhanahu wa Ta'ala'nın belə söylədiyini eşidirəm. Allahın ayəsini xatırlayır. Allah Subhanahu wa Ta'ala deyir ki, ayədə innəmən yətəqəbbəlullah minəl muttəqin. Allah ancaq müttəqilərdən qəbul edər. Bunu xatırladım deyir. Ona görə ağlayıram ki, Allah mənim əməllərimi görəsən qəbul edib. Nə olacaq sonum? Ölüm anında kişinin xatırladığına bax. Yəni, insan əməlin qəbul olmasından ötürü israrla yalvarmalıdır, uca Rəbbindən, Mövlasından istəməlidir. Ki, Allahım qəbul eləcəkən, sən qəbul edəyən. Bu həmçinin əlamətidir. Sənin etdiyin salih əməlin ardınca yalvarmağın, onun qəbul olmasının əlamətlərindəndir ki, sən narahatsan. Arxayın deyilsən. Necə Şeyx İbn Baz rahimehullah gətirir, deyir ki, kənu yəd'un Allaha sittətə əşhur. Salih sələflərimiz, onlar 6 ay Allaha dua edərdilər ki, ən yubəlliğahum Ramazan. Allah onları Ramazana çatdırsın. Summa yəd'unahu sittətə əşhur. Sonra növbəti 6 ayda da dua edərdilər ki, ən yetəqabbələhu minhum. Allah onlardan o tutduqları orucu qəbul eləsin. Yenə sual verirəm. Özündə fikirləş. Nə qədər dua etmisən bu 5 ayda? Nə qədər istəmirsən Allahdan ki, Allahım qəbul elə orucumu? Bilmirəm, qəbuldur, yoxsa yox. Sənin sələfin bu cür idi. Ayə var, Zümər surəsi 47-ci ayə. İbn Ömər radiyallahu anhu bu ayəni oxuyanda sahabilər deyir ki, şiddətli ağlayardı. O qədər ağlayardı ki, yəni narahat olardı. Bədənindən hiss edirdi onun ağlamasından bu ayəni eşidəndə. Ayədə keçir ki, وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِنْ سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ. Allah Subhanahu deyir ki, yer üzündə olanların hamısı və bir o qədər də mislində olanları zalimlar verməyə hazır olardılar. Verərdilər ki, Allahın qiyamət günü əzabı onlardan götürülsün. Yer üzündə olanlar və bir o qədəri də zalimlar Allah deyir ki, verərdilər ki, Allah onlardan fidyə olaraq verərdilər ki, bu əzabı onlardan qaldırsın. İbn Ömər bu ayəni oxuyanda ağlayardı şiddətli şəkildə. Sonra deyərdi ki, Yə leytə Ənəllaha təqbələ minni misqalə zərrə. Kaş ki, Allah məndən miskal zərrəsi qədər bir əməlimi qəbul edərdi, bilərdim ki, qəbuldur. Və həmçinin İbn Ömərdən gəlir ki, söylə ki, ləu ə'ləmu ənə li salətən məqbulə ləttəkəltu. Əgər bilsəm ki, Allahın məndən qəbul etdiyi namaz var, dua var, mən bununla deyir, rahatlaşardım. Özümə götürərdim bunu. Ki, Allah məndən qəbul edib qurtaracaq. Kim? İbn Ömər radiyallahu anhu.
Sonra yekun olaraq yenə İbn Ömər radiyallahu anh'ın sözünü deyək və bununla da yekunlaşdıraq. Əhqaf surəsi 16-cı ayəni gətirərdi. Radiyallahu anh'ın. 16-cı ayəni gətirərdi. Bax Əhqaf 15-ə. Bir ayə əvvələ baxcına. Allah subhanahu wa ta'ala buyurur ki: "Və vassaynal insana bivalideyhi ihsana." Allah sizə insana valideyni ilə gözəl davranmağı, yəni ona yaxşılıq etməyi tövsiyə edir, vəsiyyət edir Allah. Bu ayədən sonraki gələn ayəyə bax. İbn Ömər radiyallahu anh deyir ki, əməlin qəbul olmasından ötürü səbəbdir valideynə yaxşılıq. Bilmək istəyirsən, rahat olmaq istəyirsən ki, Allah əməlimi qəbul etsin, bax səbəbdir. Bu səbəb də iki şərtin içindədir, qıraqda deyil. İxlas və Peyğəmbərə tabiçilik sallallahu aleyhi və səlləm. Nədir qəbul üçün səbəb? 16-cı ayədə keçir ki, "Ulaikellezina netaqabbalu anhum ahsana ma amilu." Allah Subhanahu buyurdu ki, belələri onların etdikləri, yəni əməllərin ən yaxşısını qəbul edərik. İbn Ömər deyir ki, hansı ayədən sonra gəldi? Hansı ayədən söhbət getdi? Allah dedi ki, valideynə yaxşılıq elə. Ondan sonra dedi ki, bu cür əməl sahiblərinin, valideynə yaxşılıq edənləri Allah onların etdiyi əməli qəbul edər. Sonra deyir ki, Allah bu işdə iki əməli cəm elədi. Həm etdiyin salih əməli qəbul edir, yəni sənin etdiyin salih əməlləri həm Allah qəbul edir, həm də Allah subhanahu wa ta'ala ayənin ardınca deyir ki, onların etdiyi pislikləri də bağışlayarıq, günahları da bağışlayarıq, deyir Allah. Yəni səbəb olaraq bilginən ki, valideynə yaxşılıq etmək həm sənin etdiyin xeyir əməllərin qəbul olmasına vəsilədir və həmçində Allah bununla sənin günahlarını bağışlayır. Nə qədər ki, atan, anan sağdır, istifadə elə. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, bağışlasın. Nə qədər ki, sağdır, istifadə elə. Yaxşılıq elə atana, anana. Bu qədər qardaşlar, Allahdan istəyirik ki, Allah subhanahu wa ta'ala bizi eşidib, faydalanan qullarından etsin. Allah subhanahu wa ta'ala bizdən Ramazan ibadətimizi, salih əməllərimizi bizdən qəbul etsin. Allah subhanahu wa ta'ala bizi yenidən Ramazana yetişməyi bizə qismət eləsin. Allahumma amin. Və yenə Allah mübarək eləsin bu məclisi. Subhanakallahumma bihamdika, əşhədu an la ilaha illa ent, və estağfiruka və etûbü ileyk.